Baxın, əsasən nə demək istəyirəm? Bu qrushitellərə, bu səs boğuculara... Biz özümüz də narahatıq ondan. Baxın, onunla bağlı heç olmasa sizə yardımcı olub, siz də bir deyin ki, bax, bir sürücü olaraq nə tövsiyə edirsiniz? Sürücü olmaqdan əlavə birinci insan olmaq lazımdır. Hamı başa düşməlidir ki, gecədir, xəstə var, uşaq var. Hamı bir-birini başa düşüb yola verməlidir. Yəni, belə istəmərəm mən belə olsun, yəni bu qədər, başqa heç nə. Təşəkkür edirik. İş dalıyla çıxan bütün moped sürücüləri biz də belə qeyd edeyim, onlardan bezmişik sözün əsl mənasında. Hansı ki, onlar ifadəmə üzr istəyirəm. Bəzi azyaşlar da çıxırlar, xuliqanlıq edirlər. Onlara biz isə moped sürücüləri, kuryerlər isə çörək dağıdır. Çünki onlar bizlərə də birbaşa mane olurlar. Qaydasındadır mı sənədlər? Biz məhəllə evində yaşayırıq, evlər sıxdır. Bir də görürsən gecə saat 2-dir, 3-dür, uşağı var, yaşlısı var. Popcorn falan yazdırırlar, partiya gəlir, keçir. Təbii ki, bu xoşa gəlmir, insanları narahat edir. Adi maşın sürən belə yerdə gəlirlər, yanından riski partladırlar, keçirlər. Adam özü diksinir. Yəni təbii ki, bu həm ictimaiyyətə, həm yaşlılara, həm necə deyirlər, ümumi olaraq yəni xoş deyirlər. Diqqət çəkmək üçün olan bir şeydir, amma yəni daha yaxşı şeylərlə diqqət çəkmək lazımdır mənim fikrimcə. Yəni səliqəli sürüş, konstruksiyan və zavod necə var, elə də qalınması mənim fikrimcə daha üstünlüdür. Üstə ki, maşın bir qırağa bu motosikletlər, mopedlər daha təhlükəlidir. Nəyə görə? Çünki insan bunun üzərindədir. Bunu qoruyan bir kask var, bir də ki, əynindəki geyimdir. Paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eyni zamanda hadisələrin sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbih tədbirlərinə baxmayaraq, bugün bəzi iki təkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, eyni zamanda digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atırlar. Və apardığımız araşdırmalar onu deməyə əsas verir ki, bəzən onlar hansı ki səs boğuculara müdaxilə edərək ərazidə yaşayan sakinlərin, eyni zamanda digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olurlar. Və qeyd edim ki, bu mövcud qanunvericiliyin tələblərinə əsasən qayda pozuntusudur, eyni zamanda inzibati məsuliyyət yaradır. Gördüyünüz kimi hazırda əməkdaşlarımız tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Həmin nəqliyyat vasitələrinin sürücüləri saxlanılır, onlarla profilaktiki söhbətlər aparılır. Əsas məqsədimiz yol nəqliyyat hadisələrinin, bir daha qeyd edirəm, qarşısının alınmasıdır. Ümumilikdə bütün yol hərəkəti iştirakçılarından da xahişimiz və eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət edək, nəzərə almaq lazımdır ki, ani diqqətsizlik ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.